Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olar. Bugün sizlərlə birlikdə yeni bir Car Simulator videosundayıq və təkrardan Car Simulatorla birlikdə qarşınızdayım inşallah. Bugün inşallah sizlərlə birlikdə gördüyünüz kimi Mr. Beast'in maşını Mr. yoxdur. Biz ona Mr. Beast eləyəcəyik. Beast'in maşını var. Bu Bentley'dir. Yəni 30-cu günə özəl 30 gündə oyuna girdiyim üçün mənə yeni bir maşın verdi. İlk önce Panoraman aldık, sonra Boomer'in maşınını, sonra Aston Martin olmalıydı. Maşın adı yanından çıxdı və daha sonra da bu yaşıl rəngdə Ferrari, yəni özüm yaşıl görmüşdüm Ferrari'ni və ən sonunda da 30-cu gündə yeni bir Bentley aldıq uşaqlar. Oyunun hədiyyəsidir və bu gün də məndən Car Simulator istəmişdiniz. Elə Car Simulatordan davam edəcəyik. Aldıq maşınımızı, görək yeni maşınlar varmı? Yeni maşın yox, qəşəng hədiyyələr var ancaq. O, qəşəng 7-ci gün, bunlar nədir? 10-cu gün, 15-ci gün, 20-ci gün, 25-ci gün, 30-cu gün, hə. Qəşəng hədiyyələr var. Bunları da hər dəfə oyuna girəndə oynayacağıq, yəni götürəcəyik. Birinci baxırıq görək maşınımız vardı. Oy, rəngi nə qəşəngdir bunun. Belə rəngi yox, amma burada görünən rənginə baxın bir dənə. Bu rənginə baxın, elə maşını bu rəng eləyər, çünki çox qəşəng görünür. Şüşələr falan da belə açıq, amma bizə uşaqlar ilk öncə pul lazımdır. Elə mən bu maşını biraz sürəcəm, sizdən yoxlayacağım. 61.000 pulumuz var. Maşını istəyirəm T4 motor eləyim. T4 yox, T3 motor eləyək, çünki Bentley sürətli maşında olmalı, yəni real həyatda. Amma o daha çox klass deməyək də, belə konuş artıq, deyən, belə necə deyim, VIP maşın, davarlı maşın. Ayda, yenə biz burada şeylər deyə. Onu mən həm buradakı görevlərdən eləyim biraz. Yolu deyəsən mən tanıyıram. Xəritəyə baxmamıza ehtiyac yoxdur. Bir dəqiqə baxın mən yolu yenə də. Ha buradan çıxacağıq tüpələrimizə elə birbaşa o yola çıxıb. Nə deyirdim? Biz birinci görev eləməliyik. Bir də maşını aparacağım. City 1-dəki, yəni canlıda biz garajlar almışdıq City 1-də. City 1-dəki garajlardan birinə qoyum. Hər dəfə bu yolları gedib gəlmək üçün zülüm çəkməyim. Həm də ki bu yolda maşında sürət testini eləmiş olarıq sizlərlə. Ay Allah. Ha. Kaş ki bu City 2-dən garaj almazdım. Nəyə alırdım mən buradan? Ha, sürətlə. Birinci sürətinə baxaq. Birinci uşaqlar maşının əlbəttə ki detaylı incələməsini eləyək. Səsinə birinci baxaq. Mən saçışdıram, siz səsinə baxın. Həddindən artıq yaxşıdır, həddindən artıq yaxşıdır. Maşının belə diskisini heç dəyişməyəcəm. Diski çox qəşəngdir. Oy, içi zordur. İçi həqiqətən çox qəşəngdir, içi. Çox qəşəngdir, içi çox qəşəngdir. Həm də tək qapılı nə idi? Tək qapılı maşın olur hə. Ha, çıxdıq yola çıxmadan mən bir dənə bunu yoxlamaq istəyirəm. Yəni buradan sürətlə sürəcəm. Mən saçışdırıram, siz sadəcə səsinə qulaq asın və sürətinə baxın. 200-ə rahat çıxdı. Mən bir dəqiqə yəni. O, 300-ə də çıxır. Buna heç sürətləndirməyə ehtiyac yoxdur. Vay, ay Allah burada. Amma bu çox sürətli getdi daha 300. Yol çatmadı da yəni bunun sürətinə. Həqiqətən bu həqiqi deyirəm, yəni sürətliymiş. Bir dəqiqə yenə yoxlayacağam. Tam maksimum sürət 350-yə çıxsa, yəni bunu T2 motorda qoysaq belə 400-ə çıxacaq da sürəti. Bu qədər də sürətli yox ha, çox sürətlidir həqiqi. Bir dəqiqə, ayrıca arkada polis var. Olmaz, buna miqalka zətdə taxacağıq. Aha. Maşının kontrolünü eləyə bilmirəm, bu dəqiqə çox zəif kontrolü. Yəni ora-bura vurmaq istəmirəm. 333 rahat çıxır. Əla. Maşını yəni rolunu ora-bura döndərək. Baxın, döndərən kimi sırası maşın özündən çıxır. Amma 330-a qədər çıxır. Əladır. Mən indi gedirəm biraz buradan pul falan yığım. Və o pullar da uşaqlar istəyərdim sürətləndirilmiş rejimdə, yəni 2x-ə qoymayayım. Amma həm videonun vaxtı uzanacaq, çox uzun olacaq. Yəni ondan sonra videonu saxlayayım, özüm pul yığım. Görün burada maşın var, polis maşını yox, polis maşını yoxdur. Polis maşını lazımdır mənə. 80.000 oradan gəlir. Buradakı bu kuyumcu soyğununu eləyəcəm. El koyma görevini eləyəcəm. Onlardan 80, 100, 180.000 buradan 240.000. Mənə bir 400.000 pul lazımdır ki, miqalkaya falan hər şeyə yəni eləyə bilim də. Bunun drifti var, o drift də var ha. Yəni maşının gəlməsi çox qəşəng oldu. Həqiqi çox qəşəng oldu. Ondan isə mən buradan
başlayıram görevləri eləməyə. Əşyalar güclə 196.000 pul yığdım. Hətta yığdığım pullar da yəni sizə 1 dəqiqəlik bir qismdir yəqin ki, yəni bayaqdan 10 dəqiqədə ona çalışıram. Hələ güclə 130.000 əlavədən pul yığa bildim. Onda məncə çatacaq, çünki bir dənə maşının rəngini dəyişəcəm. Onsuz da maşın 350 kilometrdən yəni gedir. Bunu daha da necə sürətli eləyə bilərik. Nə vaxtsa çox pulumuz olar, nə vaxtsa əlavədən pulumuz olar. Elə video içində ya canlıda bu maşını qəşəng bir sürətləndirərik. Sadəcə indi T1 motor qoyacağam bir dənə. Bəlkə bilmirəm T2 motorda da qoya bilərəm. Amma yəni T1 qoysaq belə 380.000 neydi la? 350 km sürətlə gedəcək. T2-də bəlkə nədir 380-a falan çıxa. Lap eyb olmaz. Amma ayda səhv elədim. Mən bunu miqalka qoymalıydım. Yaxşı dayandım, kaş gələməzdim. Mən buna miqalka qoymalıyım. Hətta biraz da mənə pul lazım olacaq indi. Bunun belə üstünə var. Mən biraz belə daha yaxşıdır. Qaldı 14.000 pulumuz. Pulumuzun hamısını deyəsə xərcləyəcəyik. Burada yazırıq ki, Beast. Dansa yəni maşın mən də buraya yazacağam Mr. Beast. Mr. OP. Yo, bir dəqiqə. Beast OP. Şəbab elə zordur. Mr. Beast'in OP'su da elə ki. 5000 abunə aldıq. Elə ki 9000'lik nəsə rəng qoymalıyıq da. Rəng də ki 3000'dir. Rəngi olsa seçmə ayda. Bu kimdir? Qorxdum ya. Hə. Miqalkası görüm qabağını necə görünür. Diskisini falan heç nəyə dəyişməyəcəm. Qəşəng. Orada gördüyüm bunu belə yaşılın elə ki biraz hava rəngi yaşıl kimi də tam yaşıl yox. İndi özüm düzəldəcəm, siz də baxarsınız. Məncə bir dəqiqə, hə. 9000 puldur ki, burada 3000'lik var da belə bir şey. Bu olsa pulsuzdur da bunu eləmək. 5000'dir bu da, hə. Və bunun rəngini tam yaşıl yox da, belə bir rəng, amma bunun biraz yaşılı. Bir də qapalı yaşıl idi o, qapalı yaşıl deyil idi. O rəng belə bir tipi idi. Bunun belə, yox, pis oldu elə. Zara modellərinin rəngi də, Zara paltarlar görmüsünüz. Bax, belə rənglərdən onlar çox istifadə edirlər. Bax, bunun biraz elə ki, yaşıl tonları. Bu yaşıldır, yox, belə yox, belə istəmirdim. Biraz qapalı yaşılı. Bir dəqiqə tutdum deyəsən, hə. Bax, belə bir şey. Aha, fişə, bax, belə əladır belə. Belə hətta çöldə dağda yaxşı görünəcək. 4000'lik bir pulumuz qaldı. 4000'ə də diskisini də rənginləşmə, diskisi ağappaq belə qəşəngdir. Bir dənə 3000 verəcəm. Yo. Belə məncə yaxşıdır da. Həqiqətən pula görə demirəm, məncə içinin belə görünməyi məncə çox yaxşıdır. İndi burada işıq falan düşür, çox belə parıltılı görünə bilər, amma yəni maşın çöldə daha da fərqli olacaq. Ondan əmin ola bilərsiniz. Tüstüsünün rəngi, bu driftli maşın deyil. Buna tüstü qoymağa ehtiyac yoxdur. Biraz təkərinin rəngindən biraz oynaya bilərik. O da qara məsələn, qara belə qoya bilərik. Ya məsələn boz. Amma yəni pul getməsin deyə demirəm, onsuz 4000 pulum var. Yəni getsə belə də onsuz yığacam pulu. Amma həqiqətən belə çox qəşəng oldu. Reklam yenə, reklam. Baxın. Belə işıqlı, yəni belə çox qəşəng oldu. Həqiqətən yəni rəngini tuttura bildim. İndi çıxacam lobbydə göstərəcəm onu. Bir də maşının biraz təkərlərini açıq eləyək. Açıq yəni
şporlarını biraz içəriyə doğru eləyəcəm. Bir dənə hə. Təkər budur. Başqa məncə təkər buna heç birinə yaraşmaz. Hə, belə bir bu nə dala? Tam da belə açıq yox. Biraz bağlı. Bunun özünün standartı necədir? Bir baxaq. Aha. Belədir. Bunun biraz elə bir ki belə yox ha, bax bu formada. Ha, bax belə məncə yaxşı oldu, hə? Yoxsa biraz da indirək. 3 minut bunu oldu. Məncə belə daha yaxşı oldu, hə? Hə. Süspansiyonuna dəyməyə ehtiyac yoxdur. Bu maşın süspansiyonluq maşın deyil. İndi çıxıram lobidəki rəngi ilə bir dənə tutuşdurum görüm eyni rəngdirmi ya yox. Eyni rəng olmasa, hayda bu 2 dəqiqə niyə belə reklam verir? Çox pis gündədir. Təzədən dəyişirəm maşın rəngini. Yaxşı ki, kuyumcu soyğunu görəvi açırım. Şimdi 2000 buradan pulum var. 61 mində 65 mini bir pulum olacaq. Bunun rəngini mən niyə belə yadımda saxlamışam? Biraz pis oldu. Həqiqətən mən niyə bunu belirləmişəm? Bunun həm kalite bir aşağılar bunu da göstərim sizə. Baxın, sürətli gedəndə bunun həm spoileri belə açılır. Bunu görmüşdünüz. Məncə fikir verərsiniz, biraz dala verib fikir verərsiniz. Yəni spoileri belə açılır bunun. Nömrəsi qəşəng oldu. Bir stop. Elə ki Mr. Beast-in oyun prosu əməkdaş qeyb. Ay Mr. Beast, mənə bax da. Mr. Beast, bro, please. Jimmy, bro, please. We meet in Azerbaijan. Come here. I give you a beautiful meal. Come bro, come. And doing sponsor, okay? Dedim ki, yəni sən gəl bura, burada sənə qəşəng yeməklər verəcəm, sən mənlə sponsorluq elə. Baxır da oradan da mənə yazır ki, mən sənə sponsorluq eləyə bilərəm də. Oy da, zor olardı ya Allah haqqı. Bütün şey eləyərdim, evdən apıl var, hamısını götürən qabağını qoyardım, gəl sən ye hamısını bunların. Hə, onunla görsən sponsorluq eləyə bilərəm. Mümkünsüz bir şeydir, yəni mənim ondan. Impossible da, yəni. Mr. Beast-lə mən şey eləyə bilərəm, görəsən. Hər nəsə. Bu maşının rəngini baxın, 3000'lik rəng qoymuşam deyə, həm ondandır. Həm biraz açıq eləməyəcəm, qapalı rəng eləyəcəm ki, yaşılı daha tutsun da. Maşını belə sönük göstərir rəng. Yenə reklam verəcək 100%. Oba, vermədi, nə yaxşı. Ayda. Onda uşaqlar özüm seçəcəm rəngini. Siz sadəcə bir salisəli, bunun rəngi niyə belə çıxdı? Rəngi nəsə biraz qəribə çıxdı, hər nəsə. Hə, siz sadəcə gözləyəsiniz, gözləməyəsiniz. Mən videonu bağlayıram, o sırası açıram. Rəngini dəyişirəm və çox qəşəng bir rəng alındıracam. Narahat olmayın. Uşaqlar, reklam bitməsindən son 10 saniyə var və bu 10 saniyədə maşını elədim deyəcəm. Biraz təkan rəngini dəyişdim, biraz da maşın rəngini dəyişdim. Çox tünd rəng eləmişəm, amma məncə lobbydə daha qəşəng görünəcək. Qaranlıqda lobda tünd görünür. İndi bir dənə də çıxacam, onu sizə gündüzdə baxacağıq. Məncə çox qəşəng oldu. Biraz o birisi lobbydəki rəngini yadıma salmaq lazım. Çox qara elədim eləməyinə. Yəni burada belə görünür. Amma belə daha yaxşı oldu. İndi bax miqalkan zadı qoşanda görünəndə qəşəng görünəcək. Belə çox qəşəng oldu. Biraz da diskinin rəngini dəyişdim. Çıxıram indi tez bir dənə lobbydə baxmalıyam. Baxın bu maşın necədir? Orada Chevrolet var idi. O necədir görəsən? Onu almaq istəyirəm mən çoxdandır. Rəngi nə idi? Yenə rəngi tutuzduranmamışam. Bu nə rəngidir? Bu rəng mənə çatmır. Bu çox qəşəng rəngdir, amma onu tutuzduranmıram. Bunu necə eləyirlər? Bu nə rəngidir? Hə, mən onu yəqin çox yaşlı eləyirəm. Problem məncə bunu çox yaşlı eləməyimdədir bunu ye. Bu dəfə pulumun hamısı xərclədim buna. Baxın, bu rəng okey. Belədir bunun rəngi. Bu da çox açıqdır axı. Yo, bir dəqiqə. Vallahi tutamıram mən onun rəngini ye. Bu o qədər də yəni bu belə bir şeydir. Tuttum bir dəqiqə. Ha, belə bir şeydir o. Bu da çox yaşıldır. Yaşıl deyil bu. Biraz da belə. Məncə indi oldu. Bismillah. Bir dəqiqə eləməliyəm. Mən o rəng eləməliyəm. O qədər xoşuma gəlir ki o rəng. Uy. Yəni mən bu rəng olsa belə, olmasa belə mən bu rəngi dəyişməyəcəm ha. Yəni bilirəm deyil onsuz da, amma bir dəqiqə. Biraz da mən bunu göyə çalan eləyəcəm. Məncə göyə çalan etsəm daha yaxşı olar məncə, hə? Amma belə daha yaxşı oldu ye. Olsa da olmasa da yenə də yəni belə qalacaq onsuz da. Onsa pulun hamısını qutardım. Amma bunu nə qədər xərclədim buna? Dəhşət çox xərclədim. Baba. Biraz da
yuxarısından amma yaşıla doğru. Ha, belə. Belə deyil, tutamıram tam rəngini. Всё. Belə oyda çox qəşəng oldu ye. Şöyle bilmirəm indi sizin xoşunuza gələr gəlməz, amma həqiqətən mənim çox xoşuma gəldi. İstəyir heç o rəng olmasın, yenə də çox əla rəngdir. O rəng bilirəm deyil olmağını, amma yenə də mən yəni sevdim, çox sevdim. Reklamlarda bezdirdi ye. Bu rəng deyil, baxın ha. Oxşatmışıq. Deyirəm axı, yo biraz oxşatmışıq. Bu rəng biraz mata çalardı, amma bizdəki biraz şeydir. Bir də rənginə baxın aşağıda. Şöyle biz mən nə ilə qiyaslayıram? Ben buradakı çıxan maşın var, bax onunla. Bu dəfə oxşuyub da, diski sadı. Qəşəng oldu, həqiqətən. Mən olsa yəni bunu dəyişməyəcəkdim heç. Nəysə uşaqlar, bugünlük bu qədər deyirəm. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Əgər əlavədən yeni oyunlardan bilirsinizsə, kanalımızda heç olmayan oyunlardan yazarsınız, mən də onları çəkərəm. Sağ olun, özünüzə yaxşı baxın uşaqlar. Bay bay.